Bugün qəhrəmanımızın gördüyü ikinci yuxu analizinə keçirik. Hansı ki, ilk yuxunu analiz etmişdik birlikdə və gördüyü, analizdən sonra gördüyü yuxu birinci yuxu ilə əlaqəli yuxudur və çox-çox önəmlidir əslində belə yuxular, xüsusən də əgər analiz olunubsa. Çünki şəxsin inteqrasiya prosesinə sürətlənməsinə kömək etmiş olur. İndi gəlin baxaq, şəxs nə yuxu görmüşdür. Deməli, qəhrəmanımız görür ki, hansı ki biz ilk yuxu analiz edəndə gördük ki, emosional olaraq bir təlatümün içərisindədir, lakin buna fərqindəliyi var. Yəni həyatında keçmişdə baş verən bir bitmiş münasibətin hələ də təsiri altındadır deyə bilərik. Və ikinci yuxusunda da hansı ki bu rəfiqəsinə olan yaxın bir münasibətin gözləmədiyi şəkildə sonlanması ilə nəticələnir və yuxuda görür ki, hər hansı bir konfransa gedir və rəfiqəsindən onun üçün qırmızı dodaq boyası gətirməsini xahiş edir. Və konfransa gəldiyində hansı ki dodaq boyasını istifadə etməlidir, rəfiqəsi ona əslində lip liner verir. Yəni dodağın xəttlərini sadəcə belirgin bir şəkildə göstərə biləcək bir belə deyək vəsaitdir. Bunun ardında şəxs lip liner'ı istifadə etməyə çalışsa belə istifadə edə bilmir. Çünki ucu çox yeyilmişdir deyir, yəni istifadə edə bilmir. Lakin buna baxmayaraq çox gözəl bir şəkildə uzun əlbisəsi olur və hər şeyə rəğmən çox gözəl göründüyünü, cazibədar göründüyünü və əslində bunun onun belə deyək, görünüşünə, həmin prosesə o qədər də çox təsir etməmiş olduğunu nəticədə göstərir. Birinci analiz etmə nöqtəsindən qırmızı pomada, qırmızı dodaq boyası nəyi ifadə edir və ümumiyyətlə rəfiqə şəxsin yuxusunda nə ifadə edir? Burada rəfiqənin yuxuda iştirakı əslində şəxsin kölgə tərəfinə vurğudur və həmçinin də həmin şəxsin anima tərəfini simvolizə edir. Bilirik ki, Carl Jung'un ən belə deyək, göz alıcı arxetiplərindən birisi anima və animusdur. Anima bizim içimizdəki olan qadın tərəfi göstərir. Yəni bu kişilərdə də var, qadınlarda da var. Və həmin rəfiqə obrazı burada şəxsin öz feminen enerjisinə bağlı bir məsələdir. Eyni ilə də kölgə tərəfdən. Gəl ilk öncə analiz edək. Kölgə tərəf nəyi vurğulaya bilər? Biz danışdıqca görürük ki, həmin qəhrəmanımızın rəfiqə ilə olan münasibətində rəfiqəsinin ona hiss etdirdiyi şey, belə deyək, çox özünü təsdiqləmiş, çox özünü belə deyək, dəyərli, çox özünü diqqət mərkəzində bir növ qarşısındakı insan ona hiss etdirib. Hal-hazırda həmin şəxsin yoxluğu ilə həmin proseslərdə əksiklik yaşadığını göstərir. Yəni belə deyək, bir növ özünü bir zamanlar wow hiss edib, amma hal-hazırda o hissi yaşaya bilmir, o hissi ala bilmir və bunun yoxluğunu keçirir. Kölgə tərəfi buna göstərdiyi şey əslində hansı ki kənardan dəstəklə sən özünü bu cür hiss etmirsən, amma kənardan dəstək yoxdur və sən bununla mübarizə aparsan hal-hazırda özünü daha yaxşı hiss etmək üçün. Çünki aldığın belə deyək, heyranlıq, dəyərlilik, göz önündə olma, mərkəzdə olma, bunları kənardan verdikləri zaman bu cür hiss edirdin. Amma kənardan verən yoxdur sənə bu hissləri və sən hal-hazırda özünü o cür hiss edə bilmirsən. Amma anima tərəfinə gəldikdə isə dedik ki, qırmızı dodaq boyası əslində gücü, özünü ifadəni, çünki dodaqlarla bağlıdır. Ağız bizim danışma, özümüzü ifadə etmə sistemimizdir. Yəni qırmızı dodaq boyası burada özünü ifadəni göstərir, amma o boyadan istifadə edə bilmir. Rəfiqəsi onun istədiyi bir şey gətirməmiş olur. Bu da nəyi göstərir? Rəfiqəsindən almaq istədiyi ehtiyaclar hal-hazırda tamamlanmır. Ondan gözlədiyi o belə deyək, dəyərli, mərkəzdə hiss etmə, hörmət, xüsusən də görünüşü ilə bağlı görürük ki, həmin rəfiqəsindən çox pozitiv hər zaman ifadələr eşidib və qırmızı dodaq boyası da eyni ilə bizim görünüşümüzü əks etdirir. Biz özümüzü çölə, kənara, özümüzü necə göstəririk, necə əks etdiririk və burada bir duraqsama yaşayır. Eyni zamanda da analiz edərkən buna da şahidi ola bildik deyə bilərik ki,
Hansı ki dodaq boyası eyni zamanda özümüzü rahat bir şəkildə ifadə etməklə bağlıdır dedik. Hal-hazırda elə bir münasibəti yoxdur ki, orada özünü tam özü kimi göstərsin, tam özü kimi apara bilsin. Yəni dodaq boyası gücü, özünü ifadə etməni və dişiliyi göstərir. Bu nöqtədə biraz onun bununla bağlı əslində dişil enerjisi, hər şey qaydasındadır, amma bu özünə inamla bağlı olduğu üçün qırmızı rəng həmçinin həm də gözə çarpma, göz önündə olma bu hissələrdə bir yavaşlama hiss edir. Yəni bir yavaşlama hiss edir. Hansı ki var olan şeyi göstərməkdə çətinliyi var, belə deyə bilərik. Lakin sonda belə bir ifadə işlədilir ki, bütün bunlara rağmen əlbisəm məni çox gözəl göstərirdi və orada yəni həqiqətən də cazibədar və ora uyğun bir şəkildə görünür. Uzun əlbisə isə belə deyək, zərafəti, zərifliyi və yenə də feminənliyi göstərir. Bu deməkdir ki, şəxs özünü xaricdən o dəstəyi almasa belə hal-hazırda, əslində yenə də çox güclü bir feminen enerjidədir və o zəriflikdə, zərafətdə qala bilir. Eyni zamanda da bu şəxsi inkişafı və çevrilişi ifadə edir. Hansı ki, onu deməyik ki, pomadanın əksikliyini hiss etsəm də o an üçün, amma ümumilikdə görüntüyə bir əkslik ya da əksiklik gətirmirdi. Biz ümumiyyətlə bu yuxudan belə bir nəticə çıxara bilərik ki, şəxs bitmiş rəfiqəsinə olan münasibətə rəğmən hələ də onun üçün darıxır. Əslində onun üçün darıxmağı, yəni barışmaq istəyir, barışmaq istəməyindəki əsas səbəb şəxsin özündən ziyadə həmin şəxs onu çox güclü bir şəkildə kölgə tərəfi ilə bağlantılıdır. Və o kölgə tərəfini belə deyək, bəsləyən bir şəxs olduğu üçün ona münasibətin qopmasını həzm etmək çox da asan olmayıb şəxsə ki, analiz zamanı düşünürəm ki, yəni bu yuxu biz artıq analiz etmişik və bunun nəticəsi olaraq daha belə deyək, özünə inteqrasiya etmiş şəkildə irəliləyəcək və ona görə deyirəm ki, önümüzdəki zaman dilimində baxacağıq ki, nəyisə bir dəyişiklik varmı, yoxmu deyə. Yəni nəticəsini paylaşacağım sizinlə həmçinin bu yuxunun. Digər tərəfdən isə bu yuxu şəxsin öz kölgə tərəflərini görməsinə, atası ilə əvvəlki yuxuda olan bənzərliyi kəşf edib, atasının məsuliyyətdən bir növ problemləri görüb qaçan bir şəxs olması ilə özündə də bu tərəfi müəyyənləşdirib, amma onlarla üzməyi seçməsi şəxsin əslində böyüməsinə, yetkinləşməsinə yol açan bir prosesdir və həmçinin də bunun keçmiş münasibəti ilə deməli rəfiqəsinə çox yaxın olublar və müəyyən son zamanlarda yola getməzlik və s. kimi problemlər və şəxsin xaricə köçməsi, ondan sonra da münasibətin belə bir növ dayanması və qəhrəmanımızın belə deyək, onu axtardığı zaman cavab verməməsi, yola verməsi və s. kimi bir növ onun xəyal qırıqlığına səbəb olur. Yuxuda da onun istədiyi şeyi gətirməməsi, əslində gözləntilərin qarşılaşmaması və xəyal qırıqlığına uğrayır. Amma bütün bunlara rəğmən əslində yuxu şəxsə informasiya verir ki, sən hər şeyə rəğmən öz yolunda irəliləyirsən, inteqrasiya edirsən, böyüyürsən və bunu etməyə, yəni davam etməlisən. Bu münasibətə ilişib qalmışdı. Artıq bu münasibətin kölgə tərəfini görərək, bunu qəbul edərək və kənardan gələn bu dəstək olmadan da özünü bu cür hiss edə bilməsinə imkan verərək, o toksik münasibətdə olan belə deyək, bağın sağlam şəkildə ayrılmasına, yəni artıq o insan həyatında yoxdur, həmçində zehnindən də çıxarılmasına yaxşı mənada. Yəni çünki əgər biz günlük həyatımızda, öz real həyatımızda deyil, olub keçənlərə ya da olacaq olanlara çox fokuslanırıqsa, anda yaşamaq hissini qaçırmış oluruq. Bu səbəbdən də bu yuxu bununla bağlı çox güclü mesajlar verir bizə. Belə, bugünlük də yuxu analizimizin sonuna gəldik. Bununla bağlı sualın, hər hansı bir ifadə etmək istədiyim bir şeylər olarsa, şərh bölməsində yaza və soruşa bilərsən. Özünə çox yaxşı bax, görüşmək üzrə.